Doktor, onkoloji xəstəlikdə erkən diaqnoz nəyi dəyişir? Çox gözəl sualdır. Onkoloji xəstəliklərdə erkən diaqnoz belə deyək də hər şeyi dəyişir. Yəni erkən diaqnostika əməliyyatların minimuma endirilməyi deməkdir və yaxud da orqan saxlayıcı əməliyyatların icra olunması deməkdir. Xəstənin kimyoterapiyadan, radioterapiyadan canını qurtarması deməkdir. Və əgər xəstə hətta xərçəngönü vəziyyətlərdə problemini aşkarlayırsa, yəni hələ xərçəng inkişaf etməmiş, xərçəngönü vəziyyətdə problem aşkarlanırsa, bu isə ümumiyyətlə xəstənin xərçəng kimi problemdən azad olmağı deməkdir. Və ona görə də xanımlarımıza müraciət edib deyirəm ki, mütləq şikayətləri olmadan rutin müayinələrini aksatmasınlar. Yəni şikayətləri olmadan həkimə müraciət etsinlər. Bugünkü gün bütün müayinə üsulları əlçatandır və hər bir orqan üçün də özünün spesifik müayinə üsulu vardır. Bu müayinələri vaxtında ildə bir dəfə heç olmasa icra etdikdə xəstələr xərçəng olmaqdan özlərini qoruya bilərlər.